Biz keçən incələmə videomuzda demişdik ki, bu avtomobilin restyling modelində incələməsini çəkəcəyik. Gəlmişik bugün incələməsini çəkək. Düşünürəm ki, uzatmadan başlaya bilərik. Hər kəsə salam. Bugün sizlərlə mən Emil və kamera arxasında Nicat ilə birgə 2023-cü il restyling model Hyundai Sonata incələməsi çəkirik. Özü də servisdir. Hyundai Sonata ön ötürücülü, orta ölçülü sedan avtomobillərdir. İlk dəfə ictimaiyyətə 4 noyabr 1985-ci ildə təqdim olunmuşdur. Özündən bir öncəki arxa çəkən Hyundai Stellar modelinin əvəzinə gəlmiş bir avtomobildir və ilk zamanlarda bu avtomobil Sonata adlı yalnız və yalnız Koreya bazarında keçərli idi bu ad ona. Məsələn, Kanada eksportu Hyundai Stellar 2 olaraq adlanırdı. Bizim avtomobillərimizə gəlsək, bu avtomobilin artıq incələməsini görmüsünüz siz. 2020-ci il DN8 gövdə kodlu avtomobillərdir. İkisinin də gövdə kodu DN8-dir. İlk dəfə 2019-cu ildə təqdim olunublar. Daha sonra isə 2023-cü ildə restyling gördü bu avtomobil. Bu avtomobilimiz 2024-cü ilə məxsus rəsmi dealer tərəfindən gətirilmiş 2 litrli hibrid mühərrikə sahibdir. Bu isə Amerikadan gəlmə 1.6 litr həcmində turbo mühərriklədir. Bir-birlərini müqayisə edəcək bu avtomobillərin restyling və restyling öncəsində nələr dəyişdi. Kiçik mühərrik modifikasiyaları zaten bu avtomobil haqqında ətraflı siz bunun incələməsində öyrənə bilərsiniz. Bugünkü əsas mövzumuz restylingdir və restylingdə olmuş dəyişikliklərdir. Ümumilikdə DN8 gövdə kodlu Hyundai Sonata modeli bir öncəkinə nisbətdə 30 mm klirensi daha azalmışdı, eni 25 mm artmışdı, uzunluğu isə 42 mm kimi rəqəmlərdə artmışdı bu avtomobilin. Mühərrik konfiqurasiyalarımızdan bəhs edəcək olsa, bizim bu avtomobilimizdə dediyimiz kimi 2 litrli 4 silindrli ENU mühərrikdən hissəsi olunur. ENU mühərriklər Alfa mühərrik seriyasının əvəzinə gəlmiş mühərriklərdir. Ümumilikdə ENU seriyası 1.8 və 2 litr həcmində olan mühərrikləri ilə tanınır. Hyundai'nin 2019-cu ildə təqdim elədiyi Smart Steering mühərrik xəttində burada da bizim Gamma mühərrikimiz var idi. Burada da ENU mühərrikdir. Həmin xəttin içində daxil olan mühərriklərdəndir. Burada da artıq yeni texnologiyalardan istifadə olunub. Benzin mühərrikin gücü hardasa 150-160 at gücü aralığındadır. Elektrik mühərrikin gücü isə 52-60 at gücü aralığındadır. Ümumilikdə bizim gücümüz 195 at gücü və 350 Nm kimi bir tork rəqəmimiz var. Bunlar kombinə ediləndə. Hyundai Kia qrupun 2.0 ENU mühərrikləri. Kod olaraq bu mühərrik G4 NM olaraq adlanır. Bəzi bazarlar və modifikasiyasına görə dəyişə də bilər. Bu mühərrikin qazla işləyən versiyası da var. Yəni zavoddan qaz olaraq çıxır. Onun kodunu da siz burada görəcəksiniz. Bir də ki G4 NM və G4 MS olmalıdır ikinci kodu da. Yenə də burada bazarlara görə fərq var. Ümumilikdə bu mühərrik Atkinson dövrü prinsipi ilə çalışan bir mühərrikdir. Atkinson dövrü prinsipi də nədir desəz, bu bizə yüksək effektivliyə nail olmaq üçün klapanı idarə etmə sistemidir. Bu mühərrikin kodları bunun benzin injeksiya sisteminə görə fərqlənir. MPI tipli mühərriklərdə G4 NM-dir, GDI tipli mühərriklərdə isə G4 NR-dır. Bu hissədə avtomobilimizin hibrid avadanlığını görürsünüz. Ümumi bu hibridlə bağlı yaşanmış bir problemlər yoxdur. Amma internetdə qısa bir araşdırma eləsəz, bir sıra istifadəçilərin bu avtomobilin hibrid sisteminin akkumulyatorunun sıradan çıxdığı ilə bağlı məqalələr görə bilərsiniz. Elə bir şikayət var və bir də ki, Amerika bazarında olan avtomobillərdə, yəni belə deyək də, Amerikan istifadəçiləri bu avtomobilin güc aqreqatıdır, mühərrikdir, sürətlər qutusundan çox razıdırlar. Yeganə problemin olduğu şey elektronika problemləri, ümumi belə xırda-xırda problemlər yaşadıqlarını bildirirlər. Amma hələ ki, yəni ciddi bir şey yoxdur. Ümumilikdə avtomobil zaten yeni avtomobildir. 2 il oldu da, 2023-də təqdim olunub. Yəni yeni avtomobildə hər hansı bir böyük bir problemin ortaya çıxması gözlənilməz. Sadəcə bilsən nədir söhbət? Hibridin problemi dözümlülük falan deyil. Hibridin problemi ustadır. Sən hibridi benzin mühərrik kimi rahat şəkildə hər yerdə düzəltdirə bilmirsən. Hibridin öz ustası lazımdır bizə. Məncə, mənim fikrimi soruşsaz, gündəlik avtomobil kimi şəhər içində iş aşırtmağa falan hibrid qəşəngdir. Hətta ailə üçün də yaxşı avtomobildir. Full elektrik tərəfdarı deyiləm mən, yəni mən bəyənmirəm. O hissiyatı almırsınız. Amma ki, hibrid avtomobillə siz həm ekonom, həm gedir, müəyyən performans artımında da yaxşıdır. Məsələn, hibridlərin tuningindən danışsaq, misal olaraq sizə BMW
120 330Y modelini gətirir. Həmin avtomobildə 2 litrli benzin mühərrik, turbo mühərrikli və hibrid avadanlığı var. Biz o avtomobili stage 1 eləyəndə avtomobil ümumilikdə stok vəziyyətində 292 at gücü olur. O avtomobili biz stage 1 eləyəndə at gücümüz artıq hardasa bir 100 at gücü qədər artır. Fırlanma anımızda 100-200 Nm qədər artırmaq mümkündür. Bunun da səbəbi hibrid avadanlığın olmasıdır. Ona görə hibridləri tuning eləməyi də biraz daha maraqlıdır. Siz daha yaxşı nəticələrə tez zamanda çatmış olursunuz. Bu avtomobilimizin hibrid sistemində litium-ion polimer akkumulyatorlardan istifadə olunur. Akkumulyatorumuzun həcmi 1,62 kW'dır. Yenə bu da bazarlara görə dəyişə bilər. 1,32 və ya 2 kW-a qədər dəyişikliyi göstərir. Ya 1,32 olacaq, ya 1,62-dir, ya da 2-dir. Bu qədər. Bu Sonata modeli Avropa İttifaqında Y segmenti olaraq gedir. Lakin Euro NCAP tərəfindən isə D segmenti olaraq qiymətləndirilmiş bir avtomobildir. Avtomobilimiz 2023-cü ildə restyling gördüyündə markanın yeni olan Sensation Sportness dizaynını tamamilə öz üzərində yoxlayıb öz üzərinə götürüb. Burada öndə görürsünüz, tamamilə ön optika, ön buferlər tamamən dəyişib. Daha qəşəng görüntü bizim əsas fənərimiz burada üst hissədə belə səliqəli şəkildə bir LED çubuq kimi gizlədilib. Avtomobilimizin logosu buferdən qalxıb yuxarı radiator barmağımızı görürsünüz. Qəşəng, enli, geniş. Ümumilikdə ön görüntü çox dəyişib. Yəni tamamilə fərqli avtomobil kimi görünürlər. Yəni həqiqətən də restyling sözünün haqqını verib adamlar. Makyajlı Sonata deyək biz bunu. Deməli, bu Sonatanın incələməsində, Dorestyle Sonatanın incələməsində bu nüansa toxunmuşduq burada hava girişlərinə. Ki buradan biz qarşılaşmırıq da. Buradan biz artıq barmaqlarımla qarşılaşdım, hətta barmaqlarım buradadır. Yəni bu hava girişi işləyir, tam aktivdir indi. Yəni üzərində işləyiblər. Bu arada buna lazım olduğu kimi də bu avtomobilə də bir qəşəng spacer lazımdır ki, fitmenti biz tam otuzduraq da ideal olsun. Hal-hazırda iki avtomobilimizin də arxa bölümünü görürsünüz. Restyling zamanı təbii ki, arxa bamperdə dəyişdi, arxa bagaj qapısı və arxa stoplarda da müəyyən dəyişikliklər olundu. Və hətta xrom və ya metalik əlavələr də olunub. Ümumilikdə gördüyünüz kimi burada yeni arxa stop dizaynı tək LED çubuq şəklində aparılıb. Burada Sonata yazısı öz əksini tapır. Bagaj bölümündəki ikisinin də bagajını sizə bir dəfəlik göstərir. Burada, görürsən, söhbət elədi. Burada deməli bizim elektrik dəstəyimiz yoxdur. Elektrik köməkçimiz yoxdur, bağlamada da köməkçimiz yoxdur. Amerikada bu yoxdur. İncələmədə demişdi, bunun üstündə olan kaburası yoxdur belə deyə. Yəni Diller avtomobilində var o. Bagaj həcmləri ikisində də eyni həcmdədir. 510 litr həcmindədir. Bagajımızın alt bölümünə diqqət yetirsək, digər avtomobildə olan kimi fiks şəkildə bir dənə dakatlı təkərimiz var, ehtiyat təkər və təkər təmirçisindən damkratımız var bizim. Yolda qaldıq, qaldırdıq, dəyişdik. Gözlə bagaj materialı Amerika, Avropa müqayisə eləyək. Bu öz sözünü dedi. Qəşəngdir. Burada da yenidən gördüyünüz kimi bagaj həcmimizi artırmaq üçün oturacaqları yatdıra bilərik. Və təbii ki, burada tutmağa yer yoxdur, amma burada ona gərək də yoxdur. Burada bu var. Gəldi. Bagajın açılma düyməsi də buradadır. Əslində o qədər də ideal deyil, amma olması yaxşıdır. Necə ideal deyil? Bagajın ortasında belə bir kəsik. Onu biraz daha fərqli düşünə bilərlər ya da ki, burada yerləşdirmək olardı deyə düşünürəm. Mustanglarda məsələn buradadır. Görünməzdir, rahat gəldin tak. Bu kamerada fiks yerində qalıb, ağ maşında yenə burada belə qara nöqtə görünəcək, sizin gözünüzü eşəcək. Bu da ki, bagajı tutdum belə. Bu qədər. Heç bir şey yoxdur. Antenadakı söhbət edir. İndi isə bu avtomobilə legal formada necə peridot vermək olar, onu göstərir. Roma otur. Qabağı söhbət edir. Ümumi gördüyünüz kimi avtomobillərimizin restylingdə xaricidən əlavədə interyerində, mərkəzi konsol idarə etmə panelində, təhlükəsizlik sistemlərində dəyişikliklər oldu və hər bir şey daha da yaxşısı ilə əvəz olundu. Məsələn, xətt tutma asistanı kimi özəlliklə və yaxud da ki, maneə gördükdə avtomatik əyləcləmə özəlliyi daha da təkmilləşdirildi, daha həssas edildi. İnteryer materiallarda daha keyfiyyətli materiallardan istifadə olundu. Avtomobilimiz də Avropa bazarında 3 komplektasiya ilə gəlib. Essential, Progressive, Excellence. Bu 3 komplektasiya Excellence ən fulludur, Essential ən baza komplektasiyadır. Orada parça oturacaqlar, memory paket ümumiyyətlə elektron idarə etmə yoxdur səhv eləmirəmsə. Progressive-də artıq parça dəri kombinasiyalı oturacaqlardır. Yəni belə, fullunu istəyirsinizsə Excellence komplektasiyanı alacaqsınız, həyatdan məmnun qalacaqsınız. Yenilənmiş Şimali Amerika bazarı üçün Sonata 2023-cü ilin avqustun 30-da yenilənmiş 2024 Hyundai Elantra modeli ilə birlikdə təqdim edilib. 2,5 litr həcmli sıralı 4 silindr mühərriklə təchiz olunmuş Sonata modelləri standart ön ötürmə ilə yanaşı opsional olaraq Hyundai'nin H-Track tam ötürmə sisteminə sahib olacaq. Bu Şimali Amerikada satılan H-Track sistemi ilə təklif olunan ilk Hyundai sedan modeli olacaq. Avtomobilimizin xarici parametrlərinə nəzər yetirəcək olsa, uzunluq ən parametrlərimiz Dorest modeli ilə də eynidir. Uzunluğu 4900, eni 1800
1860 hündürlüyü də 1445 kimi bir rəqəmlərdədir. Təbii ki, bu rəqəmlərin dəqiqi sizlər üçün buralarda bir yerlərdə çıxacaq. Disk təkər parametrlərinizə diqqət eləsək, tam burada yazılıb 215, 55, 17. İki təkərlərin də parametri eynidir. Və bizim burada bu hibrid sistemimiz bu avtomobilə hardasa bir 30-40 kilometr kimi yürüş verir. İndi isə gəldik avtomobilimizin interyer bölümünə. Arxa interyerdə əyləşmişik. Rəng kombinasiyamız oturacaqlar qara dəri, damımız parça materialdan. Bu Hyundai'nin özünə məxsus qəşəng materialdır və belə ağ rəngdədir. Belə ağımtıl, bozuntul bir rəngdədir. Yenə də fiks olaraq çəkən otacaqlarımızın qapağı yoxdur. Belə girdik belə. Dərisi premiumluğu daha yaxşı dəri olduğu hiss olunur. Yəni bu dəriyə baxan adam deyir ki, bu qəşəng xidmət eləyəcək. Arxa sıra yenə də Dorest modeldə də, restyling modeldə də rahatdır. Yəni komfortundan söz yox arxa sıranın. Genişliyi, ümumilikdə oturacağın genişliyi də qəşəngdir. Avtomobil biraz enli olduğundan bizə rahatçılıq verir. Həm də ki, diz məsafəsi budur. İndi müəyyən qədər oturacaq arxaya deyəndə yenə diz məsafəmiz var. Baş məsafəsi də yenə digər avtomobildə olduğu kimi yetəri qədər genişdir. Bu hissədə bizim arxa pərdələrimizi görürsünüz avtomobilimizdə olan. Deməli, qapıda olan materiallara gəlsək, burada yumşaq materialdan istifadə olunub. Buradan dəri kombinasiyalı plastik, burada yenə dəri və aşağıda doğru da plastik. Və iki oturacağımızın arxasında da qovluq yerləri var. Bundan əlavə də 2 dənə Type-C portumuz var. Arxa sıra deflektorları, bir də ki, mükəmməl panoramik damımız var bizim bu avtomobildə. Bu arada salon qara və tünd qəhvəyi rəngin kombinasiyası olsa daha qəşəng görünə bilər. Bilmirəm, elə bir konfigurasiya varmı, amma varsa ləzzətli görünər deyə düşünürəm. Ümumi arxa sıramız belədir. Yenə də arxada digər avtomobildə olduğu kimi bu hissədə bizim media sistemimizin dinamikləri yerini alıb. Burada da hər qapıda da yerini alıb. Arxa sıramız ümumi belədir. İzafikslə təchiz olunmuş oturacaqlar uşaq oturacağını qoşmamız üçün bizə rahatçılıq verir. Düşünürəm ki, ön tərəfə keçib sürüş testinə keçə bilərik. Hal-hazırda keçid almış avtomobilimizin sürüş testinə interyer bölümündə dəyişikliklərdən bəhs eləsək, burada yeni bir dənə böyük geniş ön panelimiz var bizim. Həm qəşəng belə monitorlarımız var, səliqəlidir. Belə müəyyən əyrilikdə 2 hissəli monitordur. Düzdür, normalda mən monitorları sevən deyiləm. Xoşlayıram ki, daha qısa konkret olsun. Amma bu avtomobilə həqiqətən qəşəng görüntü verib buna. Səliqəli görüntüsünü alıb. Trimi də çox qəşəngdir bu trim. Burada da dərini görürsünüz, genişləndirilmiş dəri burada. Tam nicatın qarşısında bir dənə bardaçokumuz var. Amma ki, içini tam plastik edirlər. Bura biraz metal və ya başqa materialdan bir şey qoysa səs eləyəcək. Onu nəzərə almaq lazım. Burada deflektorlarımız davam edir. Deflektorların olmadığı hissə də çox qəşəng şəkildə tamamlanıb, heç bilinmir yəni. Daha sonra buraya baxsaq, burada da bir həcmli bardaçokumuz var. Yəni bir çox şey yerləşdirə bilərsiniz və bunun altı parçadır. Yəni burada artıq səs eləməyəcək bir şey qoyduğunuz. Daha sonra burada digər Sonatada gördüyünüz kimi sürətlər qutusunu idarə etmə paneli bu hissədədir. Onda bu hissədəydi. Burada bir-bir düymələrlə, burada belə aşağı-yuxarı eləyərək keçirirsiniz və parking düyməsi də budur. Əslində bu daha qəşəng, bu daha xoşdur belə hissiyatı. Düymələrdənsə yəni bura boşdur, daha genişliyiniz var, burada da rahat. Görüntüdə belə deyildi, ikisi də qəşəngdir. Amma interyer baxımından həm ki restyling daha gözəldir. Çöl görünüşünə görə alırsınızsa çətinlik yaşayarsınız ikisinə də. Amma interyerə görə bu onu üstələyir. İndi keçək sürüşə. Hal-hazırda avtomobilimizin 360 kamerasını görürsünüz. Burada bizim məsələn ağaclar da onların küləyi əsdirir, əyir eləyir, onu da oradan hiss eləyir. Küləyin əsməsi ilə hiss olunur. Oradan da göstərirsin və külək əsir. Monitorda da onu tam göstərirlər. Yəni detallar diqqətə alınıb. Arxaya keçirdirik avtomobilimizi. Sakit şəkildə heç yəni mühərrikin işlədiyini falan bilmirsiniz. Ümumiyyətlə avtomobilin işə düşdüyünü belə deyək. Bilirsən bu necədir? Bu restyling Grandeo ilə bənzərdir. Oxşuyurlar bir-birlərinə. Avtomobildə bir o mən baxıram restyling Grandeo'da bu avtomobildə də bir cyberpunk tərzi var. Həmin Cyberpunk 2077 oyununu oynayanlar bilir. O avtomobillərin görüntüsü, o oyunda olan avtomobillərin görüntüsü, yəni bu Hyundai'nin yeni dizayn dəstixətinə uyğundur. Sensual Sportness dəstixəti belə deyək. İdarə etmədə də, yəni digər avtomobillə də nahamar yerlərdən hərəkət eləmişdi. İndi bununla hərəkət edirik. Bu dəqiqə bizə daha yumşaq hissiyat verir bu avtomobil. Orada bir sıra nüans ola bilər ki, məsələn, avtomobil Amerikanka idi. Ona görə biraz daha ekonomiya olunmuş, biraz daha
sərt olması gözləniləndir. Bu avtomobil həm EV modunda, full elektro modda sürə bilərsiniz, həm elektro gücü ilə, həm də ki benzinlə və yaxud da ki sırf regenerativ modda da idarə edə bilərsiniz. Onda da benzinlə hərəkət edirsiniz və bir də ki ümumiyyətlə baxın, mən ayağımı qazdan çəkdim, avtomobil bu dəqiqə xalastoy xodu ilə gedir öz sürəti ilə və akkumulyatorumuz da şarj edir. Regenerasiya özəlliyi burada da işləyir. Əyləcə bassaq da yenidən regenerasiya modunda biz hərəkət eləmiş oluruq. Yenə də bax, burada da həmin o parça materialdır, bu günlüyün parçası eynidir Dores'lə. O qədər deyirəm də, yaxşı material deyil və görürsən, bax, bu. Bu yəni budur, bu var. Bunu niyə belə eləyiblər, hələ də anlamış deyiləm. Yəni, bu normalda belə olanda nə fərqi var idi ki, siz bunu belə qoydunuz. Bu panel də eyni ilə qalıb olduğu kimi, yenə də Bose'un audio sistemi var bu avtomobildə də. Bose qəşəngdir. Səs bildim nə indi. Görürsən, səs budur. Bu dəqiqə davam edirik. Mən də bayaqdan anlamaya çalışıram ki, buradan bir yerdən səs gəlir, amma bilmirəm nədir. Bu dəqiqə tam davam edirik. Səs yoxdur. Hal-hazırda avtomobilimizlə asfalt yola qayıtmışıq. Səs izolyasiyasında bu avtomobildə daha yaxşı olduğunu görə bilirik. Düzdür, Dores Style'da biz servis maşını olsa, tam dəqiq deyə bilərik ki, Dores'də də səs izolyasiyası nə səviyyədədir. Amerikankanın göstərdiyi, yəni Amerikankada səs izolyasiyası o qədər yaxşı deyil. Mühərrik elə ki, buradaydı. Burada bizim yanımızda. Amma bununla hərəkət edirik. Həm elektrik və bu dəqiqə benzin mühərrik işə düşüb. Benzin mühərrik də işə düşdüyü zaman belə mühərrikin səsi o qədər də çox gəlmir bizə. İndi bizim sevimli test ərazimizə gəldik. Bax, yenidən nahamar yoldur. Burada səs yoxdur. Burada Amerikanka ilə keçəndə Dores'də xeyli səs var idi. Nicat özü xatırlayır. Yəni o incələmə düzən çəkildi. Bu dəqiqə nahamarlıqda getdiyimizi hiss eləmirik. Askı sistemi xeyli yaxşıdır və təkər arkalarında olan səs izolyasiyası da daha yaxşılaşdırılıb. Üstündən üstüyə burada sükanımızı görürsünüz. Mən bu sükanı ilk görəndə, yəni şəkillərdə görəndə o qədər bəyənməmişdim. Deyirdim ki, rahat olmaz. Özü xeyli böyükdür. Əsas da bu alt hissəsi böyük, geniş sükandır. Tutmağa rahat, idarə etməyə rahat. Ümumi sükan ağırlığı da adama həzz verən şəkildədir. Hiss eləyirsən sükanı. İndi bir neçə nahamarlıq bu qorular görəcəyik. Onların üzərindən keçəndə biləcəyik. Aha, birincisi gəldi. Yumuşaq. Çox fərq var necə? Çox fərq var. Yəni mən dünənki dedim ha kötü kimidir, amma bu elə deyil. Yəni servis avtomobili və restyling fərqini burada göstərdi. Biri də var tam qarşıda. Tam elə olduğu kimi keçirik. Çox yumuşaqdır da bu elə bil. Gimbala ehtiyac yoxdur. Ay sağ ol. Dünənki kadrlarda Nicatın kadrlarını görəcəksiniz. Belə-belə gedirik. Amma burada necə bu ikinci incələmə Hyundai tərəfindən alınıb, satılmış incələmədir. Mən bu arada şaşırdım belə rahat olmasına bu hissələrdə, burada belə keçidlərdə. Mən düşünürdüm ki, restylingdə yəni o qədər adamlar üstündə işləməzlər və servis avtomobili olması özünü göstərir. Bu avtomobilin dönüş bucağında daha yüksək olduğunu biz görürük. Hətta bu dəqiqə biz gəldik. Bax. Bu fulldur bu dəqiqə. Çox rahat şəkildə biz dönüşümüzü yerinə yetirə bilirik. Elə ki, elə bir hissiyat verir ki, arxa təkərlər də dönür. Demək olar ki, tam dönüşü yerinə yetirdik. Burada da göstərir. Yəni restyling hibrid həqiqətən komfortdur. Biz 0-dan 10 km-ə test edəcəyik biz bu avtomobili. Görəcəyik 10 km-ə qədər sürətlənməsi nədir? Yenidən nahamarlıq, düz üstündən gəldiyimiz kimi keçirik. O Toyota rahatlığı, Camry yumşaqlığını hiss elədik. Yəni mənə Camry-ni xatırlatdı bu yumşaqlıqda. Yəni mən düşünmürdüm dediyim kimi bu qədər yumşaq olacaq deyə. Avtomobilin yanacaq sərfiyyatını da bilmək istəsəz, yanacaq sərfiyyatımız hibrid olduğuna görə şəhər içində 6-7 litr, trasda da 5 litrə qədər enə bilir. Ekonom, gündəlik, tam daily car. Başqa nə istəyirsən? Yəni tıkladım bunu. Dizaynı çox xoşuma gəlirdi. Çox səliqəli, solidli görünümdədir belə deyə. Avtomobilin ağırlığı, bir rəsmi ruhu var. Həm yeni gələcəkdən gəlmiş bir dizayndır. Bundan əlavə də komfort da ki bu avtomobildə var. Çox gözəl. Bu nüansını bəyəndim yəni. Yalan yox, bəyəndim. Nahamarlıqlardan da, yəni bu yol belə-belədir. Bir hissələri belə dalğalıdır. Askı sistemimiz tam olaraq abrabatlı edilir, necə deyirlər. Keçən incələmədə bu nüansı demişdik. Həmin avtomobildə 360 yox idi, bu özəllik yox idi. Biz dönmə işığımızı yandıranda burada görürsünüz. Arxadan kameramız bizə göstərir ətrafda nə baş verdiyini. Yenidən də digər dönmə işığını yandıranda da burada bizə göstərir. Yəni bu çox qəşəng özəlliyidir, rahatlıqdır. Yəni Dores'də də 360 kamera ilə təchiz olunmuş avtomobillərdə bu özəllik var. Həqiqətən rahatçılığı baxımından gözəl bir şeydir. Və kamera keyfiyyəti də Dores'lə Restin arasında müqayisə etsək, restylingdə daha çox, yəni daha belə təmiz bizə görüntü verir.
Hal-hazırda gəlmişik avtomobilimizlə biz 0-dan 10 km sürətlənməyik. Gətirmişik tam sport moda. Gedək görək də. 10 kilometri keçdi. 12 kilometr. İndi görəcəyik neçə saniyə ərzində. 0-100-ümüz 9.903. Tam rəsmi rəqəmlər də təsdiqlənmiş. Normalda belə bu dəqiqə hal-hazırda avtomobilin interyerində 3 nəfər var. Müəyyən çəki ilə hərəkət elədi. Yenə də yəni öz göstəricilərini, zavod göstəricilərini bizə verə bilir. Yəni zavod tam dəqiq zavoda baxsaq 8.5 saniyə olmalıdır. Ümidvaram Hyundai Sonata incələməmizi də bəyəndiniz. Yavaşdan videomuzu sonlandırmağa doğru sizlərlə sağollaşaq. Daily Carsaz Instagram səhifəsinə və YouTube kanalımıza abunə olmağı unutmayın ki, növbəti buraxışları qaçırmayasınız. Sağ olun, salamat qalın.